Hər kəsə salam. Hal-hazırda gördüyünüz kimi Cinayət və Cəza kitabını oxuyuram. Hələ də kitabı bitirməmişəm. Bu vloqumu əslində kanalımın 2 ilinə həsr etmək istəyirəm. 3 gün bundan öncə kanalımın 2 ili tamam oldu. Mən kanalımı 12 martda açmışam və o ərəfələrdən artıq vloqlar çəkməyə başlamışam və düşünürəm ki, heç kəsə maraqlı olmasa da mənə maraqlıdır. Çünki mən xatirələri sevən insanam və kanalıma özəl 2 illiyinə özəl belə bir kombo çaydan almışam. Çaydan kofe də etmək olar içərisində. Çay da etmək olar. Mən demək olar ki, çayı bunun içərisində dəmləyirəm və elə oradan süzüb içirik. Çox tünd olanda isə dəm kimi istifadə edirəm. Çox açıq olanda isə çay kimi istifadə edirəm. Çox bəyəndim. Qiymətini təəssüf ki, unutmuşam. Amma elə də böyük bir məbləğ tələb eləmir. Yəni, əgər bəyənirsinizsə mütləq əldə edin. Çünki bütün marketlərdə satışda var. Və gördüyünüz kimi çayımı da dəmlədim. Artıq çayımızı içirik. Bu vlog kimin qabağına çıxırsa, o insanın sevib sevilməyini ürəkdən arzu eləyirəm. Çünki mənə də 8 martda yoldaşım belə bir buket hədiyyə etmişdi və mən də buketi mütləq vlogumda yerləşdirməli idim. Və siz də sevilib, sevilin, gözəl günlər yaşayın. Yenə də gördüyünüz kimi Cinayət və Cəza kitabını mütaliə edirəm. Starbucks'a getmiştim. Starbucks'a yeni stakanlar var idi. Cinayət və Cəza kitabını bitirdikdən sonra Orxan Pamuk'un Məzuniyyət muzeyini başlayacağım. Və bunu Instagram üçün çəkmişdim. Düşündüm ki, buradakı vlogumda da yer alsın. Mənim Starbucks sevdam bitmir. Çünki hər dəfə yeni stakanlar kəşf edirəm, yeni stakanlar alıram. Düzdür, çox deyil, cəmi 4 ədəddir. Amma dünənləri getmişdim. Bu stakanı əldə etdim. Qiyməti 7 azendir. Amma o buraları səhvlərimizə 5 manat almışdım. Bunu 7 azeni aldım. Bu tam da yaza uyğundur deyənəm. Əldə etdim, yeni gəlmişdi. Hal-hazırda həm də ki, stakanlar Ramazana aiddir. İndi sizə göstərəcəm. Novruzu özəl, Ramazana özəl belə bir fincanlar var. Bu bir dəfəlik stakanlardır, amma mən sevirəm özümdə saxlamaq. Ona görə də mən özümə matcha sifariş vermişdim və matcha içdikdən sonra da stakanı özümlə bərabər evə gətirdim. Yoldaşım da Rafkof içmişdi. O da belə bir stakan, orta ölçüdədir. Və bu da az öncə sizə göstərdiyim rozov stakandır. Hələ istifadə etməmişəm, görək nə olar. Güllərim də artıq, demək olar ki, 4-5 gündür belə gözəl görsənir. Axşamüstü isə Bazar Store'dan belə bir Super Fresh'in künəfəsini əldə etmişdim və başladım hazırlamağa. Əslində mən qısa videoların arasında bunu paylaşmışam səsli formada və düşündüm ki, burada da qeyd edim. Həm enini çəkmişdim, həm uzununa çəkmişdim. Üzərindən şərbəti çıxır. Hal-hazırda gördüyünüz kimi özündə görürsünüz. Mən öncədən qızılmış sobada hazırladım. İsti sobaya qoydum. Hardasa 12 dəqiqəyə artıq hazır oldu. 12 dəqiqədən sonra isə pişmişdi, üzəri qızarmışdı. Və üzərinə gördüyünüz kimi öncə sizə göstərdiyim şərbəti əlavə etdim. Və çayla nuş etdim. Çox dadlı idi həqiqətən də, mütləq əldə edin. 3 manat, 4 manat arası olmalıdır. Burası isə Librafdır. Elmlər Akademiyasında yerləşir. Elə metronun üzbəüz bir yerdədir. Kitab əldə etmişdim. Ona görə də bunu paylaşdım. Etdiyim kitab isə Dilşad Talıbovadan Təhnə Adamlar küçəsidir. Mən Dilşad Talıbovanın kitablarından bir ədədini oxumuşam və bu da yeni çıxdığına görə əldə etdim. Həm də imzalı kitabdır və onun hansı kitabını oxumuşam, onu da sizə paylaşım. Və Dilşad Talıbovanın kitabı Dostluq və Məhəbbət kitabını mütaliə etmişdim. Çox bəyənirəm. Ona görə də o bu kitabı da aldım. O kitabı hələ oxumağıma çox var. Ona görə də bura qoymayacağım. Bura yalnız oxuduğum kitabları qoyuram və bunların hamısını da oxumuşam. Bu isə növbəti vloqun axşamıdır və oruç tutmuşdum. Allah orucunuzu qəbul eləsin və axşamı belə həvəslə gözləyirdim ki, tezə çaydanımda özümə çay dəmliyim, çay içim və belə bir birinci tortu ilə də günümü yekunlaşdırdım.
Bir-iki məhsul almışam, istədim bölüşüm sizlərlə. Mən çoxdandan beri bir Golden Rose'un tuşunu istifadə etmişdim. Bu çox yaxşı tuşdur. Hətta kis hissəsi də, şotka hissəsi də mükəmməldir demək olar ki. Bax, buradan da belə hiss olunur. Mənim kirpiklərimi çox qəşəng qaldırır. Ardından belə bir krem götürmüşəm. Üzlərim çox quruyub bu aralar. Düşündüm ki, bu mənə faydalı olar. Belə bir kremdir. Başlığı da belədir. Nemləndirici. Və bundan öncə də bunu götürmüşdüm. Necə bunu qaytıra bilmədim. Bunu götürdüm. Bu da quru dərilər üçün gecə kremidir. Amma burada yazdı gördüyünüz kimi gecə kremi. Və krem də belədir. Mən əvvəllər belə bir kremlər istifadə eləmişəm. Ona görə də düşünürəm yaxşı olacaq əldə etdim. İndi isə kitabımı mütaliə edəcəm və kitabdan da öncə oxucu gündəliyimi sizlərlə paylaşmaq istəyirəm. Mənim oxucu gündəliyim keçən ildə var idi. Bu ildə artıq əldə etdim və başlamışam. Artıq mart ayıdır və bir xanım xahiş etmişdi ki, içərisini göstərin və bu videonu ona görə paylaşıram. Mənim elə bil ki, məqsədim 50 dənə kitab oxumaqda. Gördüyünüz kimi yazmışam 50 və başlama tarixdə 1-ci ay 2026. Sonra burada söhbət nədir? Burada mən məsəl üçün yanvar ayında 4 ədəd kitab oxumuşam. Onların adlarını yazıram, səhifə saylarını yazıram və ümumi neçə səhifə oxumuşam. 9-11 səhifə oxumuşam və 4 kitab oxumuşam qeyd edirəm. Bu mənim fevral ayında oxuduğum kitablar. Fevralda 3 ədəd kitab oxumuşam. Səhifə saylarını qeyd etmişəm, adlarını qeyd etmişəm və ümumi 1106 səhifə kitab oxumuşam. Bu isə artıq mart ayıdır və mart ayına cəmi 2 ədəd kitab qoymuşam. Çünki səhifə sayı çoxdur və ona görə də Cinayət və Cəza kitabından sonra Məsuliyyət Muzeyini oxuyuram və o ilə də mart ayını bitirirəm. Bu aylara bölünən səhifələrdir və burada neçə ədəd kitab oxunur, onları paylaşıram. Və indi isə keçid eləyirəm burada müəlliflərin adını qeyd edilən hissəyə. Burada isə başlayırıq kitablara. Bu mənim yanvar ayında birinci kitabımdır. Həyatın 21 günü dəyiş kitabını oxumuşdum. 1 yanvar başladım, 21 yanvar bitirdim. Və tərcüməçinin adı var, özünün inkişafdır, kateqoriyaya aiddir, səhifə sayıdır, tövsiyə edən yoxdur, özüm almışam, tövsiyə edən olsa tövsiyə edən xanımın adını yazardım və kiminsə adını yazardım. Nəşriyyat Tiaspresti və müəllifin adıdır və kitabda bəzi statları buralarda qeyd etmişəm, biraz burada qeyd etmişəm. Əslində burada ümumi çox sözlər yaza bilərdim, amma bu ilə kifayətlənmişdim. Ardından Koramalı oxumuşam Rövşən Abdullaoğlu'dan və eyni qaydada olaraq oradan bəzi statları yazıram. Bəzi səhifələr var ki, heç nə yazmamışam, bəziləri var ki, dolu yazmışam, bəziləri var ki, az yazmışam və belə. İçərisində belə indi hazır Cinayət və Cəzanı oxuyuram, bitirməmişəm, yenə yazmışam orada ki, hələ bitməyib. Və ardından da 9-cu kitabım Orxan Pamukun Məsuliyyət Muzeyi olacaq. İrəliyən vloqlarda da çoxdan ki oxuduğum oxucu gündəliyini sizlə paylaşaram. Belə qiyməti bunun 4.90-dır. Mən endirim deyəndə ki beynəlxalq kitab sərgisini aldığıma görə 3 manat neçə qəpik almışdım. Və bu ilə də belə mənim vloqum tamamlanır və artıq 2 ildir ki YouTube'da mənim vloqlarım var və bilmirəm izləyənlər var, izləyənlər yoxdur. Mən ümumiyyətlə çox da belə məşhurlaşmağın tərəfdarı deyiləm. Çünki bu vloqları özümə görə, öz xatirələrimə görə çəkirəm. Əlbəttə izləyib vloqlarımdan xeyir alan insanlar sevinərəm ki var. Yoxdursa da heç nə. Paka, hələlik.